Ağlıvı yığ başıva qılqurdu. Ərli arvad deyib hoqqalar verməyin burada. Özünüzü ərli qadın kimi aparın. Ər sizin üçün yəqin bir şeydir. Göz örtmək üçün pərdədir, hə? Millətin gözünü örtmək üçün pərdədir, ər. Mənim ağzımı açdırmayın. Bilirsiniz, susuram, bəlli bir yerə qədər. Mədəniyyətimdən, tərbiyəmdən susuram. Balama görə susuram. Yaxşı? Mənim gül ağzımı açdırma, ay qılqurdu. Özvə gəl. Sənin əlimdə, sənin o izləyicilərə deyirsən, gedin filan kəsin səhifəsində spam vurun. Sənə onunla, inan mənə deyirəm, qanuna gedərəm, şikayət eləyərəm. Sənin ağzını qanun cırıb yerə qoyar, mən yox. Qanun, polis. Dünən oturduğum məkana gəlib basıb oturduğum məkanı, ay bacı bəsdir də, sənin əlindən mən otura bil. Keçən dəfə də oturduğum məkana gəldi, özünüzü soxdunuz. Dünənlərdə axşam getmişəm bir balaca istirahət eləm rəfiqəmlə. Mən bilirsiniz ki, restorana gedəndə yayım açmıram, özümü bildirmirəm hardayam da, düzdür qızlar. Gəlibdi. Deməli biz şeydəydik, oturmuşduq restoranda. Bunlar da nə bilim, bulvardaydılar, hardaydılar. Ləlöyün kimi fırlanırdılar. Gəldilər restoranın qabağından keçəndə terasda oturmuşduq. Bizi gördülər, məni gördülər. Yalandan getdilər qabağı fırlandılar, gəldilər oturdular həmin restoranda. Rəfiqəmlə oturmuşduq orada. Gəlibdi, məni tualetdə görübdü o şey. Nədə axı bir dənə tualetdə məni gördü, gözləri bərəldi. Vitsiz, fasonsuz. Alləlün. Bayra çıxanda əyinvə indi geyimivə bax. Sportivni geyimsən, sportivni bora mən bilmirəm uca. Ləkə-ləkə idi. Başa düşdün də sən mən nə demək istəyirəm. Sinəvin çirkindən, qılından utanardım bir balaca. İğrenç, mundar. Bir də mənim adımı ağzınıza alarsınız, sizdən başqa cür danışaram. İndi ki buradan sizə sözümü deyirəm. Mən sizin kimi